Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov və komanda üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda keçirilən tədbirdə iştirak ediblər. Qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib. Qarabağın baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olublar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Məmməd Rəhim Nəcəfov qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sağlam qidalanmanın təşviq edilməsi agentliyin əsas prioritet istiqamətlərindən biridir. Qurumun idarə heyətinin sədri Əli Nəbiyev bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliği istiqamətində geniş miqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmin kampaniyalarda Qarabağ Futbol Klubunun üzvləri də fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər. Qurban Qurbanov isə vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri də xüsusilə futbolçular üçün sağlam və balanslı qidalanmadır. Onun sözlərinə görə rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır. Futbolçuların qidalanmasına nəzarət edən həkim-diyetoloq institutu mütəxəssisidir. Bu peşəkar dəstək idmançıların sağlamlığının qorunmasına, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və meydanda daha yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir. İdmançının sağlamlığı çox önəmlidir və onun sağlam qidaya çox ehtiyacı var və biz cənab sədrlə ilə biz söhbətlərimizdə həmişə dedik ki, bizim komandanın, futbolçularının yeməyi sağlam olmalıdır. Çünki onların bərpası üçün fiziki gücdən sonra çox vacib olur sağlam qida və ümumən belə bizim hətta diyetoloqumuz elə bu qurumun əməkdaşıdır və belə mən təşəkkür eləmək istəyirəm. Futbolçuların bunun faydasını görür və sağlam qida ilə sağlam qidanın bizim nəticələrimizdə çox böyük rolu var. Ölkəmizi beynəlxalq turnirlərdə ən yüksək səviyyədə təmsil edən futbolçularımızın qidalanması, qida rasionu məhz birbaşa institutun elmi-texniki potensialı çərçivəsində həyata keçirilir. Mütəxəssisimiz vasitəsilə komandanın menyusu, qida rasionu, qidalanma rejimi idarə olunur. Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub. Qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qarabağ Futbol Klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb. Qida təhlükəsizliyi idman üçün sadəcə sanitariya məsələsi deyil, bu idmançının sağlamlığının, bərpasının və davamlı performansının əsas təməlidir. Sağlam və balanslı qidalanma təbii ki, bilirsiniz, məşq qədər vacibdir və düzgün seçilmiş, keyfiyyətli və təhlükəsiz qida zədələrin azalmasına, daha sürətli bərpaya, sabit enerjiya və eyni zamanda yüksək performansına birbaşa təsir eləyir. Sonda Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan müayinə və tədqiqat prosesləri barədə məlumat əldə ediblər.